Psixoloqlar bugün musiqi ilə insanları müalicə edirlər və Quranın özü ruhun müalicəsidir. Görmüsünüzmü bir dənə gözəl bir şəkildə avazla Quran oxuyanı qoysunlar, lağ eləsinlər. Şəriət kitablarında zəngulənin haram olması yazılmayıb. Səhv etmirəmsə, Misirin Əl-Əzhər Universiteti ki, onlar qarilərə nəzarət edirlər, onun qiraətlərinə qadağa qoymuşlar. Avaz Quranda onun üçün lazımdır ki, dinləyicilərdə təsir qoysun. Mənəvi baxımından da yəni. Bəli, hidayətləri üçün. Ya eyyuhel muzzemmil. Allah. Peyğəmbərimiz Allahın göstərişi ilə aram-aram oxuyurdu Qurani-Kərimi. Onun da öz nəzəri var, mənim də öz nəzərim var. Mənim də nəzərimə görə o Qurana uyğun deyil. Bismillahirrahmanirrahim. Salamlayıram əziz izləyicilərimizi və əziz ustadları salamlayıram. Hacı Ruslan, Hacı İlkin müəllim salamlayıram. Aleyküm salam. Və əziz izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Biz bu verilişimizdə ustadlarla həmsöhbət olacağıq. İnşallah Qurani Kərimin avazla oxunması, Qurani Kərimin təcvidi və bu məsələlər inşallah müzakirə olunacaq. Ümidvarıq ki, sizlər üçün də faydalı olsun. Biz bu verilişdə təbii ki, əziz izləyicilərimiz özümüzün məsləhət bildiyimiz mövzular haqqında danışacağıq. Siz əziz izləyicilərdən də istəyimiz budur ki, şərhlərdə siz də fikirlərinizi yazacaqsınız. Sizin üçün nə maraqlı olsa təbii ki, biz onları dəyərləndirərik. Onlar haqqında da təbii ki, danışarıq. Əziz ustadların da xidmətindən bu məsələdə istifadə eləyərik. Bu məsələlərdən biri ki, Quranın avazının hardan başlanmasıdır, Hacı? Peyğəmbərimizin dövründəmi, imamlarımızın dövründəmi və Misirdə hansı dövrdən başlayıb? Bu məsələlər təbii ki, şagirdlər üçün də, tələbələr üçün də mən elə bilirəm ki, lazımlı məsələlərdəndir. İstərdim ki, inşallah bunları bir sizin məlumatlarınızı, hər birimizin məlumatlarımızı bir ortaq məxrəcə gələk və təbii ki, təqdim eləyək əziz izləyicilərə və əziz izləyicilərimiz üçün də hansı məsələ maraqlı olsa, təbii ki, bizlərə şərhlərdə desələr, biz də onları qeyd edərik bir daha inşallah. İnşallah. Mən də öz növbəmdə əziz izləyicilərimizi və siz əzizləri, ustadları salamlayıram. Əslində bu sahə, muğam sahəsi, avaz sahəsi çox geniş bir sahəni əhatə eləyir. Zahirən biz muğam deyəndə 7 muğam nəzərdə tuturuq, amma onun həqiqətən şaxələri çox böyükdür. Siz Seyd Əli müəllim vurğuladınız muğamın tarixi haqqında. Yəni Misirdə nə vaxt yaranıb və yaxud başqa xalqlarda nə vaxt yaranıb. Onlara mənim zənnimcə dəqiq tarix demək mümkün deyil. Düzdür, müasir dövrlərdə o səs yazmalar artıq ortaya çıxandan sonra və yaxud musiqi not anlamına gəlib çıxandan sonra, bu elmi bir şəkilə, formaya düşəndən sonra bunlar üçün bir məxsus tarixlər yaratmaq olar, demək olar. Məsələn, bizim milli muğamlarımızı əgər nəzər salsaq, bizim muğamlarımızın not səhifələrinə Allah rəhmət eləsin Üzeyir Hacıbəyov gətirib çıxardıb. Yəni, onları muğam şəklində hansı muğamdır, hansı şöbədir, yəni çox böyük zəhmətlər çəkib. Amma muğamın özünün yaranması, belə deyərdik ki, insanın fitrətinə bağlı bir şeydir. Adəm, insan var olandan muğam var. Çünki baxın 7 dənə not üzərində başlayır muğam və insanlar bu 7 haldan xaric deyirlər. Və dünya Davudun Qurani-Kərimdə ahvazı məsələn vurğulayır Allah Taala. Çox gözəl. Yəni belə bir növ muğam insanların həyat tərzi ilə, yaşayışı ilə, o insan ruhu ilə təbiətin arasında yaranan o bir sintezə bənzəyir, bir-birinə dəyir və orada ya sevinç yaranır, ya nalə yaranır. Sevincdən yaranan o avaz, nalədən yaranan avaz toplumda bir muğam formalaşır. Amma inşallah siz işarə eləyərsiniz yeri gəldikcə
Bu mövzu Qurani-Kərimə nə vaxt sirayət eləyib, nə vaxtdan keçib? Və ümumiyyətlə yəni muğam olaraq Qurani-Kərimdə peyğəmbərimizin öz zamanında tam muğam formasında da deyil, sadəcə olaraq peyğəmbərimiz Allahın göstərişi ilə aram-aram oxuyurdu Qurani-Kərimi və buradan da alimlər, səs tanıyanlar belə qərar verirlər ki, aram-aram oxumağın özündə də yavaş sürət var. İsra surəsinin 106-cı ayəsində Litəqra'ahu alən-nəsi alə mukfin. Bəli. Aram-aram oxu. Hədislərlə deyir bunu belə deyək, bunları uzlaşdıranda bu qənaətə gəlmək olar ki, elə bunun mənası avazla Quran oxumaqdır. Amma bir maraqlı məsələ var ki, bugünkü muğamlar səviyyəsində avaz həmin dövrdə olubmu ya olmayıbmı? Bu haqda yəni müxtəlif fikirlər var. Əksəriyyət deyir ki, xeyr, bu dərəcədə olmayıb. Çünki muğamların inkişafı İslamın genişləndiyi, ərazilərinin genişləndiyi zaman bəziləri artıq bu muğamlara da əlavə olundu. Məsələn, bəyatın özü, əcəmin özü, segah olsun və yaxud çahargah olsun. Üzr istəyirəm, mən bir məsələ deyim. Deyir ki, mən mütaliə eləyəndə bu məsələni bir məsələ qarşıma çıxdı. Deyir, vəhyin neçə növü var? Vəhyin o mərhələlərindən biri qulaqdan qəlbə keçən hissəsidir. Qulaqdan qəlbə vəhiy o zaman sirayət olar ki, o gözəl səslə olsun. Yəni, bir əhvalat biz çoxdan eşitmişdik ki, Peyğəmbərin dövründə bir kişi var idi. Yəni, səsi də pis idi, azan vermişdi. Hətta insanların, belə deyək də, namaza ikrah hissi yaranmışdı. O səs deyir, nə qədər gözəl olsa, qulaqdan qəlbə o qədər daha təsirli halda keçər. İnsanların ruhu ilə gələn bir şeydir. Yəni, mümkün deyil ki... Əvvəldə qeyd elədiniz də, yəni insanların sevinci, kədəri yəni, bu məsələyə gətirib çıxarır. Mümkün deyil ki, bir ömür insanlar yaşasınlar və muğamlardan istifadə eləyir. Təbii ki, yəni bu kök lazımdır, kökə gedib çıxmaq lazımdır. Həzrət Peyğəmbərin dövründən əvvələ qədər yəni bu sahə genişlənməyib kimi desək, biraz mənə belə gəlir, yanlış fikrə düşərik. Bu lap qədimə gedir. Bəli, çox qədimə gedir. Cəhcəh-i Davud, Həzrət Davudun... Bəli. Sən yusəbbihu lillah ma fis-səmavati və ma fil-ərz. Göylərdə olanlar, yerdə olanlar Allahı zikr eləyir. O böyük... Təsbihin özü ahəngdir də. Bəli, onun özü bir ahəngdir. Bax, yağışın səsi bir ahəngdir. Yəni, mənim sözüm budur ki, muğamlar var idi. Sadəcə olaraq İlkin müəllim bir nöqtəyə toxundu. Məsələn, Bayat-ı Şiraz, Bayat-ı İsfahan, o adlar hardan gəlib? Bayat-ı Hüseyni. Yəni, İsfahan əyalətində o təbiətdə yaşayan insanların bayatı oxuduğu forma bunu icad eləyib. İnsanda bir danışıq üçün bəyan qüvvəsi var. Bir də oxuyan zaman o bəyan qüvvə. Yəni, insan öz halını o avazla ifadə eləmək istəyir. Məsələn, Bayat-ı Kürd. Baxın, o əyalətdə, o ərazilərdə yaşayanların... Xalqların ahəngidir. Bəli, notlar eynidir, o pərdələr eynidir. Amma onların düzülüş qaydaları, çatdırma qaydaları fərqlidir. Yəni, bir növ bu insanların həm də batini mədəniyyətinə gətirib çıxardır. Belə demək olar. Mən elə bilirəm, əziz izləyicilərimizə də bu çox maraqlı olar ki, mənim Peyğəmbərin dövründə bu necə oxunum məsələsi var. Bunu bir ara mən mütaliə edəndə Peyğəmbərimizin dövründə Hicaz soğutu deyilən, yəni Hicaz bölgəsində yaşayan insanların özlərinə görə bir avazları olub. Yəni, ərəblər özləri də cürbəcür məntəqələrdə yaşayırlar. Onlar məntəqəyə görə də, ab-ı havasına görə də bir tərəfi isti daha çoxdur, bir tərəfində biraz mülayimdir, ondan azdır. O da səsin ahəngində təbii ki, fərqlər buraxır. Və ya sərin yerlərə gəldikcə, daha mülayim yerlərə gəldikcə səsin özündə də bir qüvvət və hardasa bir ahənglik, geniş ahənglər yanar. Peyğəmbərimizin dövründə sahabələrin nəqlinə əsasən, Hilyətül Quran 2-ci cild, onun əvvəlində də Quranın qısa tarixində işarə olunub. Deyirlər ki, 10 ayə Peyğəmbər bizə Qurani-Kərimi öyrədirdi. Həm təcvid qaydaları var orada, həm avaz var, həm vəqf ibtida məsələlər var. Yəni, bunların hamısını hətta deyirlər ki, biz öyrənmədiyimiz halda
Peyğəmbər bizə icazə verməzdi sonrakı ayələrə keçməyə. Yəni bu məsələyə də inşallah fikirlərinizi bilmək istərdim. Bu belə olduğu halda, amma bugünün özündə də mühafizəkarlar ki, deyirlər, məsələn, muğam oxumaq haramdır. Peyğəmbərimizin hədisi şərifi də var ki, Peyğəmbərimiz buyurur, zaman gələcək ki, Allahın kitabın elə bir avazla, elə bir səslə boğazlarında elə hərəkətə gətirəcəklər ki, qina olacaq və bu təbii ki, Peyğəmbər hədisində buyurur ki, ayrı dinlərin iyiləri ondan həmən o avazlardan gələcək. Təbii ki, yəni qeyri-müsəlmanlardan söhbət gedir, xristiyanlardan, yahudilərdən. Peyğəmbərimiz çəkindirib bu məsələlərdən. Bu məsələdən məqsəd qina ki, bəli, şəri kitablarımızda qina ki, Peyğəmbərimizin sözündən qənaətə gəlinir. O qina ki, bizim bu tilavət olunan o da qinadımı ya yox, bu əsas məsələlərdəndir. Bəllidir ki, zaman-zaman peyğəmbərlərin göndərilməsində də bir məqsəd olub da. Yəni insanlar, cəmiyyət Allahdan uzaq düşdüyü vaxt, fəsada düşdüyü vaxtlar peyğəmbərlər gəlib. Yəni yer üzündə əgər hər şey asayiş olsaydı, normal olsaydı, mümkündür. Elə bir dənə peyğəmbər gələrdi, Allahın haqqında öz məlumatlarını deyərdi. İnsanlar da onun ardıcı gedərdilər. Musiqinin özündə də axı başqa şaxələr var. Musiqidə insanlıqdan çıxarda bilən pərdələr də var, notlar var. Musiqidə, bugünkü elmi musiqidə. Bir sözlə sümüyü oynadan musiqilər. Həm o var. Məsələn, bugün musiqi vasitəsilə psixoloji xəstələrin müalicəsi də var. Yəni, o qədər şaxələri var ki, musiqinin. İnsan həddinə gətirib çatdıra bilər və yaxud da insanlıqdan çıxarda bilər. Yəni, o mövzulara Həzrət Peyğəmbər sizin dediyiniz hədisdə işarə eləyir. Yəni, Məndə sualım bugünkü qiraət, deyilən qiraət həmin mi? İki cür qina kəlməsindən istifadə olunub Həzrət Peyğəmbərin hədislərində. Biri o qənilik mənasındadır. Buyurur ki, bir mömin, bir kəs Quran tilavət eləsə və o tilavətdən öz ruhu qəni olmasa. O, Əvzid əleyhi və rattilil Qur'ana tərtilə ayəsində daha çox yaxındır. Mən burada bir haşiyə çıxmaq istəyərdim. O iradlar ki, gəlir bizə, məsələn, Quran-ı Kərimin avazla oxunması haqqında üç qayda var da, surətli, orta avaz və ahəstə avaz. Bizim bu haqda Türkiyədə... Tərtil, bəli. Təhqiq, tədvir, təhdir. Tərtil sözü onların üçünü də əhatə eləyir. Ki, orta, belə deyək, ahəstə, orta və surətli oxunuş. Baxın, surətli oxunuşun içində insan nə qədər istər ki, daha çox düşünsün, düşünmək müddəti qısalır, daralır. Ümumiyyətlə, avaz Quran-ı Kərimin oxunuşuna bir ahəng qatır. Elə fərz edin ki, hər hansısa bir şeir deyirik. Mən icazə versəz bir misal kimi göstərərdim. Aləmi gəzməyimizdən bizə yar idi qərəz. Bir də var deyəsən, aləmi gəzməyimizdən bizə yar idi qərəz. Ahəngin özü təsir qoyur. Ahəngin özü təsir qoyur. Həm mətləbi çatdırmağa, həm sözü çatdırmağa, həm qarşı tərəfə o ruhunu oxşaya biləcək tərzdə o sözü çatdırmaq lazımdır. Bir an öncə dediyimiz o söz var da, psixoloqlar bugün musiqi ilə insanları müalicə edirlər. Və Quranın özü ruhun müalicəsidir. O ahəngdə bunu tilavət eləməyin heç bir problemi yoxdur. Dəyərli izləyicilərimiz belə anlamasınlar ki, biz musiqini gətirib Qurana qatırıb və yaxud da Quranı musiqiləşdirib, belə anlamda deyil. Sadəcə izah olaraq bu deyilir. Əli müəllimin dediyi o mövzu ki, təğənni mənasını kəsb eləyir. Orada, baxın, ahəngin özündə belə, oxunuş tərzinin içində belə Həzrət Peyğəmbər sallallahu məsum imamlarımızdan ta Quran ustadları, Vərş kimi, Qalun kimi, Həfs kimi o rivayətlər ki, qeyd ediblər, Asim qirayətində yazıblar, vurğulayıblar. O ahənglərin içində belə bu təğənni məsələsinə toxunub, böyük əksəriyyətində təğənniyə toxunub, musiqiyə toxunulub ki, sözünüzə qüvvət, bəli. Ümumiyyətlə, Asimin və Nafiin qirayətlərində bu avaz məsələsinə toxunmaq istəyirəm. Asimin və Nafiin qiraətləri avaz üslubunda oxunub. Və bir neçə qarilər ki var, 7 qiraətdən bir neçəsi, onların surətləri isə
Onların oxunuşlarında da fərq var axı. Bəli, Onların sürətləri isə yavaş sürətə nizamlanıb. bəli. Bilirsiniz, mən bir məsələni sizə istəyirəm bölüşəm. O nədir? Bu ğina məsələsi, yəni Quran hidayət üçündür təbii ki və o Quranın avazı da insanlar təbii ki hidayət eləməlidir. Əgər o Quranın avazından günah məclislərinin iyi gəlirsə, təbii ki o Quranın mənasını belə deyək də fikirləşə bilməyəcək, fikri gedəcək o avazın belə deyək hansı şeyləri xatırladırsa oralara. Amma əgər o avaz günah məclislərindən kənarı belə deyək xatırladırsa, yəni Allahın kitabına məxsus bir o anlamı xatırladırsa, mən elə bilirəm ki, o ğinanın çərçivəsindən çıxır. Ümumiyyətlə bu avaz sizin qeyd elədiyiniz kimi avaz Quranda onun üçün lazımdır ki, dinləyicilərdə təsir qoysun. Mənəvi baxımından da yəni. Bəli, hidayətləri üçün. Əgər haram məclislərin iyim vermirsə o avazlar, o halda ğina olmaz. Amma bunun üçün də hardasa bir sərhəd olmalıdır ki, buradan yəni bunları oxumaq olar, bunları oxumaq olmaz. Baxın, Seydəli müəllim, Quran tilavətində ümumiyyətlə biz məcburuq. Bizə desələr də ki, məsələn, musiqi ilə niyə uzlaşdırırsınız? Avaz yəni musiqi. İndi biz ona məqam deyirik, muğam deyirik, fərqli bir ad qoyuruq. Bunlar yəni bizim oxuduğumuza görədir. Quran tilavətinə köklənmişik məsələlərimizdə. İstəsək də biz musiqidən çıxa bilmirik. Rock oxuyan da onu oxuyur, pop oxuyan da onu oxuyur, rap oxuyan da o notlar üzərində oxuyur. Klassik. Bəli, istir klassik, istir müasirdə. Sadəcə olaraq gözəl söz vurğuladınız, yəni klassik və müasir. Qədim Quran oxuyucuları ilə bugünkü Quran oxuyucularının həqiqətən bəzilərində o vurğuladığınız təğənni özünü göstərə bilir. Məsələn, boğaz deyirik də biz buna musiqi dilində, muğam dilində boğaz. Məsələn, Allah salamat eləsin, alim Qasımov çox gözəl boğazlar vurur, çox gözəl səs tempri var. Məsələn, rəhməti Ağaxan müəllim olsun, Hacı Baba müəllim olsun, Allah rəhmət eləsin onlara. Bunlar bizim muğam köklərimizdir həqiqətən. Amma Quran sahəsində bəzi sərhədlər var. Məsələn, muğamda ki, o zəncülə deyirik biz, səsin üç pərdə arasında gedib qayıtmasına zəncülə deyirlər, üç not arasında. Gedib qayıtmasına zəncülə deyirlər və o, nəyə görə hədisdə vurğuladırsa, ğina məclisi. O cür oxunuş, mən bir tibbi nöqteyi nəzərdən də istəyərdim bu məsələyə yanaşım, nəyə görə haram olub? Yəni, mütaliələrimdə rastıma çıxıb ki, o zəncüləni vurmaq və o səsi icad eləmək həm oxuyanda, həm dinləyəndə. Mənfi enerji yaradır. Bəli, mənfi deməyək. Mənfi bəzilərinə müsbət enerji olsa da belə. Amma şəhvət ruhu baxımından mənfi. Belə deyək də, hisslərinə qədər gətirib çıxarda bilir. Bir mənada da qan dövranının hətta dəyişməsinə gətirib çıxarda bilən bir manevrdir. Acı ola bilər dəyərli qarilərimizdə, izləyicilərimizdə belə bir sual yaransın ki, görən belə Quran oxuyan olunmu? Sizin yadınıza salmaq istəyirəm. Tələbəlik vaxtında. Bəli. Daha çox bir müddət ona qulaq asdıq. Seyyid Əntər Müsəllim. Və bir arada səhv etmirəmsə, Misirin Əl-Əzhər Universitetidir ki, onlar qarilərə nəzarət edirlər. Onun qiraətlərinə qadağa qoymuşlar. Girib ona YouTube-dan da qulaq asa bilər. O ritmik qiraət eləyirdi. Bir ara ona qadağa qoyublar ki, sən ğinadan istifadə edirsən. Doğrudan da onun qiraətlərində... Ğinanın bir məfhumu ümumiyyətlə çərçivəsi var ya, yoxdur. Bəli, onu mən dedim, sadəcə olaraq göstərmək lazımdır. Üzr istəyirəm, yox. Siz dediniz ki, 3 nota arası gedib qayıtmaq, bu ğina sayılır. Boğazdan, bəli, bildim, başa düşdüm. Yəni ağız boşluğunda vurulan heç bir boğaz... Yox, yəni onun üçün... Bax, icazə verim bir dənə mən... Yəni bizim dinim, üzr istəyirəm, bax, bizim bu şəriət kitablarında zəncülənin haram olması yazılmayıb. Yəni, haradasa yazılmayıb ki, zəncülə haramdır. Və mən
Ğina olaraq. Bir də bəli, keçirir. ğina olaraq. Və mən bu zəngulə məsələsinin özün bir dəfə mütaliə eləyəndə, hətta ensiklopediyada belə mən bu zəngulə məsələsinə rast gəldim. Zəngulə sizin dediyiniz formada 3 nota arası, yəni boğazda qayıtmaq məsələsi deyilmir. İndi ola bilər bu muğam aləmində bir termin olaraq var və bu kitablarda yazılıb belə, amma şəriət kitablarında bu cür yazılmır. Mümkündür şəriət kitablarında olmasın. Yəni Biz onu necə deyə bilərik ki, əziz izləyicilər ki, yəni zəngulə Quranda olmaz. Bu haramdır. Biz bunu necə təqdim eləyə bilərik əziz oxuyuculara? bir mənalı şəkildə zəngulə Quran mədəniyyəti ilə gəlib çıxır. Orasını Düzdür, razıyam. gəlmir də. Yox, Bəli, orasıyla uyğun da razıyam. gəlir. Bəli, sonradan olma Yəni indi məsələsi. siz məcbur eləyirsiniz ki, mən bu verilişdə bir zəngulə vurum, göstərim Bəli. sizə. Aha. Olsun. Baxın, yenə deyirəm, iki formada o boğazlardan istifadə eləmək mümkündür. Ərəb belə deyək, Quran ərəb dilində, düzdür? Biz avtomatik olaraq ərəb dilində hər hansı bir musiqini oxuyuruqsa, avtomatik olaraq o atmosferə, o auraya düşürük və onların ladında oxuyuruq. Lad başqa bir Başa şeydir. düşdüm, başa düşdüm. Məsələn, Azərbaycanın özünə məxsus ladı var. Hər hansı bir musiqini mən orada eşidəndə bilirəm ki, bu gürcü ladıdır, bu ərəb ladıdır, bu fars ladıdır, bu Azərbaycan ladıdır. Ərəb ladına sən keçirsənsə, ərəb dilində oxuyursan da avtomatik onu ərəb ləhnində, ərəb sotunda oxumalısan. Lad Və orada o dəyişməlidir. bu boğazın tam ortasından qaynadılaraq səsin çıxardılmağı ümumiyyətlə qəbul deyil. Acaba Qəbul olunmur. Mən bir söz deyim, bax siz Yəni deyirsiniz ki, ərəbdə bu yoxdur. Bir mənalı şəkildə ərəbdə yoxdur. Sözünüzü görün mən düz başa düşmüşəm ya yox. Siz deyirsiniz ki, yəni Quranda Zəngulə olmaz. zəngulə olmaz. Zaten Yəni belə zəngulə- çıxır da siz ərəb dilini Azərbaycanca oxuyursunuz. Yox, siz deyirsiniz ki, yəni, Ona yəni bənzər bir məsələ şey. budur. Mən əziz izləyicilərimizdən üzr istəyirəm. Dönə-dönə üzr istəyirəm və sizlərdən də əvvəl Allahdan üzr istəyirəm. Tutaq ki, mən Quran oxuyuram, düzdür? Bəli. Oxumalıyam ərəb ladında və o kök əsl gəldiyi formada. Ya eyyuhel muzzemmil. Allah. Fikir verirsiniz bu orada elədiyim o not pərdələr, boğaz ki biz Azərbaycan dilində buna ana dilimizdə Tam deyirik. aşağıda deyil Bunların də. hamısı ağız boşluğundadır. O bu boşluğunda. nahiyədədir. İndi mən bunu belə oxusam, həm kənardan baxan mənə deyər ki, bu Quran oxumur, muğam oxuyur. Həm də ahəng tamamilə pozulmuş olur. Mən yenə Allahdan üzr istəyirəm həqiqətən bu cür oxuduğuma görə. Tutaq ki, oxuyursan. Bu artıq o Quran ahəngindən, onu çatdırmaq istədiyin ahəngdən uzağa düşürsən əziz qardaş. Yəni 3 pərdə arasında gedib gəlmək, o ki müğənni oxuyur, gəlir cəmaatı, izləyiciləri bir həddə çatdırır. Orada bu 3 pərdənin arasında baxın tutaq ki da ya o 3 dənə notun arasında elə bir ki bir maşın batıb orada buxsavat eləyir də. Yəni bir dənə üzr istəyirəm. Siz deyirsiniz ki, yəni bu avazla Quran oxumaq təbii ki dinləyicidə təsir qoymaq üçündür və o hidayət nurun qəbul eləmək üçündür. Bəli. Biz hədislərdə görürük ki, Həzrəti İmam Zeynulabidin əleyhissalam məxsusən, Həzrəti İmam Baqir əleyhissalam bunların yəni ayrı insanlardan çox fövqəladə bir səsləri olub. Bəli. Hətta bunlar Quran oxuyanda yolu keçib onun səsini eşidən insan ki vardı, bir anlığına belə dayanırdı Bəli. ki, onların bu səsinin o belə deyək də o möcüzə, kəraməti, sehri onları saxlayırdı ki, ta o Quranı tilavət edib qutarana qədər dinləsinlər. Bəli. Peyğəmbərimizin də tarixində Bəli. Əbu Cəhil, Əbu Ləhəb kimi düşmənlər peyğəmbərin avazına gedib Hacı, gizlincə mən qulaq asırlar. sözümün əsli məqsədinə Üzr istəyirəm. gəlirəm. Qoy mən fikrinizə əlavə olaraq Yox, bir qoy sözüm məsələni tamam olsun mənim. Mən istəyirəm fikrinizi bilim sizin. Həm sizin, həm Hacı İlkinin. Yəni avaz nə üçündür? Təbii ki, o Allahın kəlamını insanlara eşitdirmək üçün O da və bir o yoldur. insanlar Bəli. bəli hidayətləri üçün. Mən bu öz düşüncəmdir ki, biz bu oxuduğumuz qiraətlər ki var, bunlar neçə muğamlar üstündə oxunur ki, bunlar təbii ki, bunların kökü Ərəbistandan gəlir, Misirdən gəlir. Yəni bu
Bunlar ki gəlir insanlarda təsir qoymaq üçün. Mən istəyirsiniz əziz izləyicilərimiz də fikirlərini bildirsinlər. Siz belə deyin, təbii ki, burada yəni Quran qarilərindən kənardan söhbət gedir. Yəni əksəriyyət insanlardan söhbət gedir. Siz bir Azərbaycan muğamı ilə Quran tilavət eləyəsiniz və bir də belə ki, yəni həmişə oxuduğumuz ki, o birisi muğamlarla Quran tilavət eləyəsiniz. Mən elə bilirəm ki, yəni bizim ölkəmizdə dinləyicilər o Azərbaycan muğamı ilə oxunan qiraəti daha çox yəni mən buna dinləyərlər. bir mənalı şəkildə deyə bilərəm ki, o belə deyək də, həm bizim musiqi anlayışı olan insanlarımıza təsir eləyə bilər. Belə deyək, qəlbi tamamilə Allaha bağlı olan təbəqəyə o qədər təsir eləməyəcək Seydəli müəllim. Baxın, o mümkünsüzdür. Nəyə görə? Mən bayaq bir söz dedim, siz o sualı təzədən icad elədiniz. Baxın, mən ərəb dilində oxuyuram. Ərəb dilinə, o dilə keçməyimlə bərabər mən məcburam çetvet notlar üzərində oxuyam. Yəni o çetvet pərdələrinə keçən kimi avtomatik Azərbaycan segahından mən çıxmış olmalıyam. Mümkün deyil mən Azərbaycan aləmi gəzməyimizdən bizə yar idi qərəz. Mən bu cürə indi istəyirəm. Onu bir dənə yasını da bir dənə elə oxuyun. Yəni oxuyun da. O bayağı bir şey alınır. Onun əslindən, həqiqətindən, orijinallığından bizi çıxardırsınız. Biz istəyirik burada cəmiyyətə Quran-ı Kərimin orijinallığını göstərək, kökünü göstərək, belə olmalıdırını göstərək. Sözümüz onda budur. Yəni Misirdə oxunan həmən orijinallıq oxunuşudurmu? Yox, bəyən Misirin oxunuşunu hamı qəbul edirmi? Yəni indi mənim də sözüm ondadır. Necə olur ki, Misir oxunuşu qəbul olunur, Azərbaycan muğamı ilə oxunuş qəbul olunmur? Baxın, indi üzr istəyirəm. Siz Azərbaycan, məsələn, muğamını, hansısa bir Azərbaycan muğamı üzərində ərəb kəlmələri ilə bir belə də ərəbə sual verə bilərsinizmi ki, Bayat Şiraz oxusun? Bilirsiniz, Hacı, bu zaman bu formada mən elə bilirəm, mənim düşüncəmdə. Hal-hazırda bu problem deyil. Amma bəlkə də bunun üstündə işlənilsə düzələr mən elə. Bir söz deyim, qardaş. Heç vaxt mümkün olmayacaq. Ümumiyyətlə, Quran-ı Kərimin, baxın, bunu oxuyanlar oxuyuruq da, bilirik. Quran-ı Kərimə yad notlar qatdıqda, onun sən oxunuşundan da belə ləzzət almışsan. Əhsən. Bizim xanəndələrdən də Allah ömür versin. Deyir ki, mən araşdırma etmişdim, Bayatı Qacar. Bəli, var. Deyir, elan vermişdik ki, bunu kim oxuyur? Baxaq, görək necədir. Deyir, günlərin birində bir məclisdə, dəfn mərasimlərinin birində gördüm bir ruhani avazla Quran oxuyur. Gördüm, Bayatı Qacar oxuyur. Deyir, çox gözəl bir Yasin oxudu, onun dediğini deyirəm. Deyir, gəldi, Bayatı Qacardan keçdi başqa bir muğamlara. Sonra deyir, yanımdakı yoldaşa dedim ki, bu səs yazısı olan hardadır, onu tez tapaq, bunun səsini yazaq. Bayatı Qacarın oxunuş formasını özü də heç, sonra da istəsəydi onu oxuya bilməyəcək. Olur, belə bir şeylər olur. Amma yəni o ərəb ləhnində olan Quran-ı Kərim Bayatı Qacarda oxunan Quran-ı Kərim kimi deyil. Tam başqa bir ruhdadır. Mən müəllim bir nöqtəyə də istəyirəm toxunum. Müasir Quran qarilərimiz. Bu müasirlərin özündə belə baxın, yenə deyirəm, biz xətti belə deyək, sırf Quran-ı Kərim üzərində tutmayaq. Bizə dinləyən zaman musiqi ahəngini, yəni Allahın buyurduğu o Quran-ı Kərimin ahəngindən kənarlaşdıran ahənglər var. Bir də var elə bu Quran-ı Kərimə bizi o ahəngləri kim təyin edib? Seydəli müəllim, bu insan yaşadıqca, ömür getdikcə muğam da inkişaf edir. Məsələn, qədimdə tutaq ki, biri belə oxuyurdu. Bir müddət keçdi, biri gəldi belə oxudu. İndi o qədər buna duz qatırlar, o qədər buna şəkər qatırlar ki, müəyyən hədlərdə mən artıq, bizim məqsədimiz, yenə deyirəm də, Quranı çatdırmaqdır, düzdür? Bəli. Məqsəd o Quranı çatdırmaqdırsa, mən musiqi istedadım daha güclüdür, tutaq ki, başqa şeylər də eləyə bilərəm. Mən belə eləyə bilərəm, məsələn, bu nə oldu?
Əyyuhəllədinə əmənu Bəli, demək başa istəyirdim, düşdüm. düzdür. Tutaq ki, bu məharət məndə var. Mən bunu eləyə bilərəm, başqa bir şeydir. Bunu eləmək nə qədər uyğundur, o başqa bir şeydir. Quranın ahənginə, Bəli, Quranın bugünkü məsələn məşhur Quran qarilərimizdə mən ad çəkmək istəmirəm. O boğazlardan, o manevrlərdən istifadə Hind eləyirlər. boğazları, Hind musiqisi Cüzi bir mənbəsi var. miqdarda olsa olar. Hazır Yenə deyirəm, sual. Mən məşhur sizin, qarilərimiz var ki, bu gün onlardan çox istifadə edirlər. Mən də məsələn bir belə deyək, o da insandır, mən də insanam. Onun da öz nəzəri var, mənim də öz nəzərim var. Mənim də nəzərimə görə o Qurana uyğun deyil. O musiqi üzərində manevr göstərir. Bax, mən istəyirəm ki, mənim sualım budur. Siz ki deyirsiniz ki, yəni ərəb ləhnindən kənar, xahiş edirəm, ərəb ləhnindən kənar Qurana müdaxilə olmaz. Bəli. İndi əcəm muğamı, siz sizin muğam məlumatınızdan xəbərdarıq və bütün izləyiciləriniz də xəbərdardır. Əcəm muğamı, Bəli. ərəb muğamıdır ya yox? Adından məlumdur ki, bu qeyri-ərəbdir. Əcəmdir. Amma o əcəm onu harda oxuyub? Olsun, bu Harda oxuyub? adından məlumdur. O da bunu. öyrənib oxuyub. Bəs dediyim qaydada, əgər mən milli segahımızı çetved pərdələrinə salsam, gəlir düşür onun üzərinə. Əcəm onu elə o ərəbin pərdələrinə salıb oxuyub da. Və yaxud da əcəmlərin hamısı, yəni qeyri-ərəblərin hamısı gürcü deyil ki. Əslində O əyalətdə yaşayan insan, məsələn, bugünün Kürd tayfaları, Elə Bayatın ərəblərlə minillərə dirənir onların bir yerdə yaşama. Onların danışıq ləhcə Azərbaycanca, orada yaşayan Azərbaycanlıların Azərbaycan ləhcəsi belə onların dillərinə uyğundur. Bayat Onların qaf hərfi türkmənlərin- bizim qaf hərfimiz kimi deyil. Onların c hərfi bizim gələcəm dediyimiz, onlar da ərəbin c-sı kimidir. Ləhcələri dəyişib. Mən bir cümlə də deyib istəyirəm sözümü tamamlayam. İnşallah İlkin müəllimin də digərlərin də yəni nə söz olsa buyurarlar. O ki məsələn deyirsiniz bizim üçün yol hansı yoldur? Yəni biz neynəməliyik ki o xəttdən çıxmayaq? Bu bir dənə vicdan məsələsidir. Həqiqətən bu vicdana bağlı məsələdir. Sizin oxuduğunuz hədisdə ki o eyş-işrət məclislərinin oxunuş tərzində oxunmasın sözü var ha. Əgər onu biz Çünki həmin dövrdə də oxunub bəli, da hazır. əgər onu biz bu gün ortaya qoysaq, görsək, mənim burada qısa şəkildə göstərdiyim manevrlər eyş-işrət məclislərində oxunur, yoxsa Quran məclislərində Hazır oxunur. yadıma Onunla düşdü. uzlaşdırsaq, haqla batıl bir-birindən rahat şəkildə Yadıma bir şey düşdü, ayrılacaq. onu deyim sizə. Çox gözəl toxundunuz, Allah razı olsun. Həzrət Əleyhissalamın dövründə bir müğənni olur. İşrət məclislərində oxuyan bir müğənni olur. Bunu bir gün Həzrət Əli görür, salamullah aleyh. Deyir ki, bəs gəl Quran oxu. Bu mənim özümə də çox maraqlı gəldi. Ərəbdir, doğrudur, xanəndədir, notları bilir. Və deyir, gəl Quran oxu. O, Həzrət Əliyə cavab verir ki, mən Quran oxuya bilmirəm. Çox maraqlıdır. Yəni, bu Quranın ahəngi, Seyidcan, tam fərqli bir ahəngidir. Deyir, mən Quran oxuya bilmirəm. Həzrət Əleyhissalam yanında bir qarı olur, ona deyir ki, buna Quran öyrət. Bəli. Və deyir, o həmin şəxs tez bir zamanda Quranın ahənglərini öyrənir və gözəl şəkildə qarilərdən olur. Tövbə eləyir və qarilərdən olur. Yəni, ümumiyyətdə Quranın muğamları, muğam dedikdə biz bunu başa düşürük ki, Allahın kəlamları elə bir düzümdə oxunmalıdır. Həm onun oxunuş qaydaları və ondan da daha üstün, yəni mənaları çatdırmaq məsələsidir. Mən belə düşünürəm. Bəli. Peyğəmbərimizin bir hədisi var. Yəni hədis aşkar şəkildə göstərir ki, Quranı avazla oxumaq onun zinətidir. Bəli. Buyurur: "Zəyyinul Qur'ana bi asvatikum." Öz səslərinizlə, gözəl səslərinizlə Quranı zinətləndirin. Və bu ki, təbii ki, mənim verdiyim suallar və əziz izləyicilərimiz də bunu eşidirlər və görürlər. Burada məqsədimiz odur ki, biz, əziz izləyicilərimiz, çatdıraq onlara ki, Qur'anı biz avazının inkişafının, yəni o qədər qarşısını almamalıyıq ki, inkişafdan qalsın. Təbii ki, o qədər irəli getməməliyik ki, Peyğəmbərin o buyurduğu hədisdəyik ki, haram belə də məclislərin musiqisi o Quranın içərisindən eşidilsin və yaxud qeyri dinlərin musiqiləri o Quranın avazının içərisindən eşidilsin. Bu, yəni, əsli məqsəd də budur və sizinlə müzakirədə də məqsədimiz bu idi. Bayağı Quran oxuyanların bu günləri, yəni sosialda da görsək, lağ
ortağı olur, bayağı Quran Eynilə oxuyanlar. Amma elə. siz görmüsünüzmü bir dənə gözəl bir şəkildə avazla Quran oxuyanı qoysunlar, lağ eləsinlər. Amma görürsüz bir bayağı oxuyan kimi sanki Qurani Kərim bir dəryaya bənzəyir Seyidcan Hacı. Dəryanın üzərində o köpüyümü deyək və yaxud da çör-çöpümü deyək olan zaman görürsən onu dərya özü qırağa vurur, gətirir, hara çıxardır? Sahilə çıxardır. Qurani Kərim bir dənə ummandır, bir dənə dəryadır ki, ona vallahi mən biz Quran oxuyan kimi deyirəm. Başqa notda girsə vurur çıxardır. Başqa notda girsə ora vurur, çıxardır, gətirir qırağa. Və zamanla Quran-ı Kərim özün belə qoruyub. Nəhnu nəzzəlnə zikr və innə ləhu ləhafizun. Bu ayənin yəni mənası belədir ki, biz bu zikri Quranı nazil etdik və onu da mühafizə edəcəyik. İnşallah növbəti verilişlərimizdə əziz izləyicilərimizə biz bunu inşallah müzakirə eləyək ki, Quran-ı Kərimin hal-hazırdakı yəni oxunuş forması, bəli, Misirdə nə vaxtdan kimlərin dövründən başlayıb bünövrəsini kimlər qoyub və İnşallah onu gələn verilişlərimizdə biz bu izah edərik. avazın, Quranın bu hal-hazırdakı avazla inkişafı ki, yəni onun üçün təbii ki, bir ölçülər olmalıdır, meyarlar olmalıdır və biz o meyarlar nədir, onları gərək təqdim eləyək əziz izləyicilərə ki, o meyarlardan çıxmaq olmaz, amma o meyarla da təbii ki, irəli getmək lazımdır ki, Quranın avazı inkişaf olursun. Dəyərli izləyicilərimiz də şərhlərdə yazarlar. İnşallah. Ola bilər ki, bizi izləyən dəyərli musiqi şinaslar var. Onlar da öz fikirlərini yazarlar. Avazlar haqqında, notlar haqqında, Quran-ı Kərim haqqında çox gözəl məlumatlar var inşallah. Biz də üçümüz bölüşərik. İnşallah. Xidmətlərində olarıq hər zaman. Ümidvarıq ki, inşallah bu verilişimizdə əziz izləyicilərimiz üçün maraqlı olar. Bir hədis oxuyum sonda. Deyir, hər kəs Peyğəmbərimizdən də, hər kəs Quranı oxuyarsa Allah Taala ona gözəl bir nəzər eləyər, yəni baxışlarla baxar və ona hər oxuduğu kəlama və hər oxuduğu hərfə 1000 savab yazar. Çox hədiyyələr qoyub Allah Taala Quran-ı Kərimin oxumağında. Allah bizi Quranı oxuyub və davamında da ona əməl edənlərdən qərar etsin inşallah. Amin. Çox sağ olun inşallah. Siz də çox sağ olun. Gözəl verilişə dəvət elədiniz həqiqətən. Allah razı olsun. İnsan özü ruhən cavanlaşır, həm də çalışdığımız qədər gələcək ümid edirəm faydamız cəmiyyətə dəymiş olar inşallah. Oxuyuculara. Allah hər birinizdən də razı olsun. Allah razı olsun. Allah amanında qalın inşallah. Sağ olun.